birbirini yola vermemekdir. Necə başlayalım? Bir kere birbirinin xasiyyətinə bərab baxmaq lazımdır. Görüş nəyə əsəbləşir və yaxud da o qadın nəyi tərəflər edir, cəvət birbirinizi tanımaq lazımdır. Ama bəzi momentlər var, məsələn, əsəbini göstərir. Bir insan əsəbləşəndə əsəbini göstərir, uşaqlar əsəbləşir. Orada bir tür əsəbini göstərir. Nəsə qəlbində mərhəmət olan, nəyə görə zərərsiz insan. Bir insan ürəyindəki mərhəmətlidir, o baxıb buraxmayır. Bir insan ürəyində Allahdan qorxursa,